Instagram səhifəmdə bir dənə video paylaşdım. Şərurlu İsfəndiyarın çox yaxşı bir podkastı olmuşdu da. Ham aləm dəymişdi bir-birinə. Haradakı orada deyir ki, mən savadsız çoban, alimləri götürmüşəm yanıma, onlara yaxşı pul verirəm və milyonlarla qazanıram. Da insanlar, mən düşünürəm, tamamilə səhv şeylər eşidir. Yəni öz eqoları var, deyirlər, mən niyə görə o qədər vaxt sərf etmişəm, oxumuşam, eləmişəm, mən pul qazana bilmirəm. Həmçinin təhsil alan şəxslərin bir növ təhqir olunmağı kimi gəlir. Tətikləyibdir onları, amma deyirəm, o çox vacib pul psixologiyası dərzisə keçib. Siz əgər pul psixologiyası araşdırmaçılarını oxusaz, o Babilonun ən varlı insanı, filan Grant Cardone və digərləri qulaq asırsınızsa, siz onu bir şey anlamalısınız ki, pul, bilik və savada ümumiyyətlə heç bir aidiyyatı yoxdur. Pul qazanmaq bacarığının bilik və savada heç bir aidiyyatı yoxdur. Bütün uğurlu insanları birləşdirən odur ki, risk götürmə bacarığıdır, riskə gedirlər və bu cəsarətdən irəli gələn bir şeydir, səbirlidirlər. Çünki biz sadəcə onların sonuncu pul qazandıqları biznesi görürük. Ondan 10 dəfə aşağı düşüb alınmadığını görmürük. Çünki bu barədə heç kim danışmır, hamı öz uğuru barədəsində danışır. Amma hər bir uğurlu insanın arxasında o qədər uğursuzluq var ki, o qədər yatmayan gecələri var ki, o qədər bədbəxtçiliyi var ki, biz onu görmürük, eşitmirik. Düşünürük ki, sadəcə o filan kənddəndir, Şərurdandır, Şərurda da filan kəs məmuru yaşayır, onun dostu olub da ona görə pul qazanıbdır. İsfəndiyar müəllim başqa həyatında o bir tərəfini sadəcə danışmır, düşünürəm.